Biz çox zaman kişiləri başa düşmürük. Əvəzində isə onları günahlandırırıq. Kişilər öncə anası ilə nənəsinin arasında olan problemlərin arasında qalır. Oğul və nəvə pozisiyasında bilmir hansı tərəfi seçsin. Daha sonra anası ilə həyat yoldaşının arasında qalır və bu zaman problemlər çıxmağa başlayır. Axı həyat yoldaşım məni seçmir. Niyə məni seçmir? Niyə mənim qaynanamı seçir? Niyə anasını seçir? Daha sonra isə kişilər həyat yoldaşı ilə gəlinin arasında qalır. Bu vəziyyət yenə də onun üçün yorucu və emosional olaraq heç də xoş olmayan vəziyyətdir. Biz çox zaman kişiləri başa düşmürük. Əvəzində isə onları günahlandırırıq və onların hər zaman iki yol arasında seçim etməsini gözləyirik. Bu isə onların daha çox emosional olaraq həm yorulmasına, həm də olduğu mühitdən bezməsinə səbəb olur. Ona görə də, əziz xanımlar, bu günlərim yoldaşınızı da anlamağa və oğlanlarınızı da doğru tərbiyə etməyə çalışın ki, ailə daxili münaqişələrin gələcək üçün də yeni potensialını yaratmayasınız.